Əziz abituriyentlər, hər kəsi yeni dərs izahında xoş gördük. Bugünkü dərs izahımız Hun, Çin, Hindistan mövzularının izahıdır. Əgər videonu bəyəndinizsə, rəy yazın, videonu paylaşın dostlarınız arasında. Əgər bu videonu 10 nəfərə göndərsəniz, sizin arzularınız tezliklə həyata keçəcək. Əgər bu videonu WhatsApp hekayənizdə paylaşsanız, bizdən bir dənə marker hədiyyə qazanasınız. Nə vaxt verəcəm, bilmirəm. Gedin videonu paylaşın. Bugünkü danışdığımız dərs isə, indi keçdik özümüzə. Bugünkü danışdığımız dərs isə 1-ci Asiya Hun dövlətindən, babalarımızdan danışırıq. Asiya Hunları böyük çöl adlandırılan səhra yarımçöl tipli ərazilərdə yaşayan ulu babalarımız idi. Sizcə biz Asiya Hun dövlətinin nəvələri hesab oluna bilərik? Məncə xeyr. Bizim antropoloji quruluşumuzun onlara heç bir aidiyyatı yoxdur. İçərisimizdə onlara uyğun gələn biraz əvəz var. Nisbətən o da göz quruluşuna görə. Amma almacıq sümüyü kimdə? Heç kimdə də almacıq sümüyü yoxdur. Onlarda almacıq sümüyü yoxdur. Neysə. Orxon və Selenqa çayları hövzəsində yaşayırdı. Bu insanlar qədimdən maldarlıqla məşğul olurdular, qoyun saxlayırdılar, dəmirçiliklə, zərgərliklə məşğul olurdular, qızıl qırırmışlar. Lakin bunların deməli köçəri həyat tərzi sürdükləri üçün mədəniyyətləri olmayıbdı. Bu cəhətdən biz onlara oxşuyuruq. Bizim mədəniyyətimiz yoxdur. Nəsə tikili zat çox qalmayıbdı. Çünki köçüb gedmişlər. Nə bir dənə çadırdı, yığdın da var, getdik, tərpəndik. Bunda tik, təzdən sövk apar, nə lazımdır elə şeylər? Və yekunda isə dostlar, eradan əvvəl 2-ci minillikdə biz bunlar haqqında ilk məlumatları əldə edirik. Hardan əldə edirik? Çin mənbələrindən. Çinlilər deyir ki, burada belə bir adamlar yaşayırdı, tez-tez gəldilər bizdən. Nəsə alver edirdilər, bizi döyürdülər, gedirdilər. Və bu kimi hadisələr baş verir və 2-ci minillikdə. Dövr zaman dəyişir, gəlir, eradan əvvəl çıxırıq 3-cü əsrin 2-ci yarısına. Köhnə kitabda il verilmişdi, indi kitabdan çıxardıblar. Bu dövrdə Hunlar elə qənaətə gəlirlər ki, artıq bütün dünyada dövlət yaranıbdır, gərək biz də bir dövlət yaradaq və bu prosesin nəticəsində kitabını niyə yığışdırmısan gözəl, dəyərli pələng? Çıxart da, saat apart pullayacağım səni cungliyə. Nəsə, vahid dövlət yaradır. Kim yaradır vahid dövləti? Teoman Tanhu yaradır. Bu vahid dövlətin paytaxtı hansı şəhəri olur? Ötügən şəhəri olur. Teoman Tanhu'nun dövründə bir sıra əraziləri ələ keçirir. Çinə basqınlar həyata keçirir. Ona görə buna qarşı eradan əvvəl 214-də Çin səddi inşa olunur. Bəzən uşaqlar çaşır deyir ki, Çin səddi bu inşa edir. Testdə verirlər, ağzınıza harf götürürsünüz. Nəsə, Teoman çox axıra yaxın işləri istəyir. Belə ki, gedir Çinlərlə ailə həyatı qurur. Bu da o söhbətdən isə kuxna söhbətlər olur, onları danışmaq istəmirəm. Və prosesin nəticəsində vətənpərvər gənc dünyaya gəlir. Dünya gəlmir, dünyadaydı. 174. Eradan əvvəl 209-da eşidir. Dədəsi bunu neyinir? Bu maraqlı söhbət. Teomanın Mehdi xandan zəhləsi gedirmiş. Bunu göndərir düşmən qəbilələrin üstünə. Deyir, bu getsin ölümü başqasına olsun, əlim qana bulamasın, oğul qanına bulamayım. Bu Mehdi də gedir, başqa qəbilələrdən canını qurtarır. Canını qurtarır, gəlir evə, görür ki, dədə oturub yerdə, Çinli arvaddan olan oğlu çıxardır taxta, anası da oturub yanında. Deyir, tüfu belə dövlətə. Dədəsinin devir hakimiyyəti 209-cu ildə hakimiyyəti ələ alır. Bundan sonra artıq türklərin qızıl dövrü başlayır. Dövlət ümumiyyətlə bunun dövründə imperiyaya çevrilir. 26 tayfanı birləşdirir, Monqol, Tibet tayfalarını birləşdirir. Atasının dövründə ordunun əsasını suvarilər, yəni atlı qoşun təşkil edirdi. Bu da atın sayını artırır və onları onluq, yüzlük, minlik necə belə bölür də. Onluq sistemə bir də fit səsi çıxardan oxlardan istifadə edir. Ordusunda çox keyfiyyətli bir onluğa bölüşdürmə, bəli, Çingiz xandan oxşar. Çingizə gələndə deyərəm onu. Ox, fit ox. Babamız Mehdi xan. Mehdinin əsadı nə olub dostlar? Bahadır. Yəni adamın əsadı Bahadırdır. Sonra ona Bodur deyiblər, sonra Bodo deyiblər. Bu Mehdi Çin dilində də dersən B hərfi yoxdur deyə. Moto olub bu. Sən şeylər deyir, arada gəlsin Mehdiyə. Yəni bu kişinin adı əslində Baqadurdur, Bahadır. Yəni onun adı gəlib çıxıb yekunda olub Mehdi. Bilmirəm. Nə tərsi olub. Bu Mehdi babamız eradan əvvəl 200-cü ildə Çinlilərlə dalaşıb. Sevinç, bismillah. Yatmışdı nağılla. Eləmi? Bədii əsərdir. Nədir o? Elmdir. 200-cü ildə bunların arasında davada, nəticədə hansı müqavilə imzalamışdı? Pinçen. Pinçen döyüşü də deyirik buna. Pinçen döyüşünün nəticəsində dəftərlərinizi açın. Pinçen döyüşünün nəticəsində Hunlar qalib gəlmişlər və Hunların qələbəsinə təsir edən nə olmuşdu? Turan taktikası. Bu videoda isə Turan taktikasının oxşarlığını deyirəm sizə.
Videoya deyirəm, sonra sizə bir-bir deyəcəm. Təzədən sual verməyin, qoyun deyim tutan. Bəli, yazırsınız Turan taktikası. Eradan əvvəl 200. Hanı? Uçurulub yoxa çıxsa səni. Eradan əvvəl 200 Pinsen döyüşü. Eradan əvvəl 53 Karra döyüşü. Parfiyalılar istifadə eləmişdi. Sonra bizim eranın 5-ci əsri Ahsuvar xan Sasanilərə qarşı istifadə eləmişdi. Sonra deməli 1071-də Malazgirt döyüşündə Alparslan Bizansa qarşı istifadə eləmişdi. Ondan sonra 1526-ya qədər var arada nəsə. Moxasda var. Deyəcəm. 1526-cı ildə Moxas döyüşündə 1-ci Süleyman istifadə eləmişdi. 1605 2-ci Sufyan döyüşündə 1-ci Abbas Osmanlıya qarşı, bir də cənab prezidentimiz, Ali Baş Komandanımız 2-ci Qarabağ müharibəsində mənfur düşmən ermənilərə qarşı Turan taktikasından istifadə etmişdir. Hə, dostlar, indi Pinsen müqaviləsi şərti barədə danışım. Çox xahiş edirəm hamınız iki qulağınızın ikisindən də maksimum istifadə etməyə çalışın. Pinsen müqaviləsinə görə Çinin şimalı verilir bunlara. Pinsen müqaviləsinə görə Çinlilər bunlara xərac verməli idi. Və üçüncü ən önəmli, İpək yolu yox, ticarət yolların nəzarəti keçir bunlara. Basit çaşdırmaq üçün hədəfin sınağında düşüb. Bəli, İpək yolu deyil. İpək yolu yoxdur, bunda yoxdur, Pinsende yoxdur. İndi bir əmmasında dalınca deyəcəm. Burada ticarət yolları keçir. Bura başa düşüldü, Çinin şimalı, xərac, bir də ticarət yolu. Başa düşdün ağıllı. Fərqi var sənin üçün. Amma Mete'nin dövründə sonra deyir ki, Mete deyir imperiya çevirdi və İpək yolu uğrunda işğallar həyata keçirdi. Bəzən keçən il kimsə mənim üzümə durmuşdu elə bil. Gəldi kitabı göstərmişdi, hə? Bir nəfər var idi elə bil kimsə, hə? Gəlib üzümüzə durmuşdu ki, mənim burada belə yazdı baxın. Mən də izah elədim. Tupoya nəsə izah eləyəcəsinə izah elədim. Dedim, bax bu başqa şeydir, bu başqa şeydir. Hə, nəysə, hamı kimi Mete'də ölür axırda. Mete'nin ölümündən sonra Mete'nin özü də Çinli qız almış da. Mete haqqında bir dənə söhbət eşitmişəm. Çox xoşuma gəlməyən bir söhbətdir. Bu Çinlilər Mete'yə deyiblər ki, bir dənə Çin dövləti varmış, adı yadından çıxdı. O gün baxırdım şeyə, sənətli filmə. Deyir ki, Mete'yə deyir ki, Mete ilə dalaşmaq istəyir, bəhanə axtarır. Mete deyir, nə bilim, atını göndər, Mete göndərir. Söhbətə bax. Arvadını göndər, Mete göndərir. Danışmışam. Arvadını göndər deyir, Mete göndərir. Sonra deyir ki, bəs torpaqdan da falan yeri ver. Mete'də qeyrət. Deyir, hər şeydən pay olar, torpaqdan pay. Arvadara göndərmirsən, hə? Deyir, hər şeydən pay olar, deyir, torpaqdan. Torpaq verərdin, qaytarardın, arvadara vermirsən. Nəysə, torpağı vermir. Ondan sonra gedib desən, arvadını da götürür. Da bilmirəm, orada nətər olur məsələ. Yaxşı adam idi, bunu nəsə palçığını çıxartdıq. Nəysə, Allah keçsin günahımızdan. Nəsə, Mete ölür. Mete'dən sonra bu Çinlilərin yenə evdə qırğın düşür də bu Çinli arvaddan olanlar. Çinlilərlə əmələ gələnlər olur. Elə mən 58-ci ildə nəsə bunlar elə olur ki, belə parça eləyir, iki yerə parçalananlar, dəftərimizi açırıq, yazırıq, iki yerə parçalanan dövlətlər. Video üçün deyirəm, sonra da sizə çatdıracam. Dostlar, növbəti oxşarıq, iki yerə parçalanan dövlətlər. Eradan əvvəl 58 Böyük Hun, yaxud Asiya Hun dövləti. Bizim eranın 395-ci ildə Roma dövləti. 588-ci ildə Göytürk dövləti, ondan sonra 1042-ci ildə Qaraxanlı dövləti, Qaraxanlı var, 1500-də var Ağboyunlu var, nə qaldı? Hə, Səlcuqlar 1118 var, Səncərin dövründə yazılıb iki hissəyə parçalanması, başqa nəsə qaldı mı? Bir də müasir dövrdən uşaqlar həmişə deyirdi Almanya 1949. Yox. Almanya yazırsınız. Söbəsi. Parçalanır. Şərq hissəsində qalan Çinli qadından olan oğlan Çinlilərlə yaxınlaşır. Qərb dövlətə artıq Çi Tanhu adlanan hökmdar başlayır. Adına baxırsan belə ne seriozun adı, amma belə bayavay oğlan olub da. Çi, nə olsun Çi. Nəysə bu Çi-Çini də sonra Belingırlar eradan əvvəl 36-cı ildə Xan sülaləsi yürüş edir bunun üzərinə. İpək yolu uğrunda mübarizədə Ötkən şəhərinə də keçir. Çi Tanhu özü belə İstiq göl ətrafını, bir də Tanrı dağının şimalını öz torpaqlarına daxil eləmişdi. 36-cı ildə bu Çi də başını yerə qoyur. Bundan da Asiya Hun dövləti tamamilə süqut edir. Hey! Vətəndaş, qulaq as.
Bəli, yaza bilərsiniz. Eradan əvvəl 36, eyni də baş vermiş hadisələr. Bəli. Eradan əvvəl 36-cı ildə baş vermiş hadisələr. Qərbi Asiya Hun dövlətinin süquta uğraması, Fraspa döyüşü, bir də Roma sərkərdəsi Kanidinin Albaniyaya yürüş etməsi, Zober üzərinə yürüş edir. Bunların mədəniyyəti haqqında olsa geniş bir məlumat yoxdur. Şamanizm vardı orada, ölüləri diriltmə məsələsi. Yorulmuşam şamanizmdən danışmaqdan. Dirilik ağacı köhnə kitablarda vardı, bunu çıxardıblar. Bir dənə sizə nə isə deyim, maarifləndirici olsun, onsuz da mədəniyyətlərin deşini yoxdur. İslam dinində aidiyyatı olmayan, amma hazırda Azərbaycanlıların istifadə elədiyi bir sıra şeylər var ki, onlar şamanizmdən bizə gəlir. Məsələn, üzərlik, məsələn, atnalı, məsələn, göz muncuğa sol, məsələn, yaslarda üz cırma adəti var ha. O da İslamda qətiyyən yoxdur. Yoxdur. O farslardandır, bizlik deyil o. Məsəl üçün 3, 7, 40, 52 mərasimləri var ha. Onlar da İslamda yoxdur. 52 köhnədə olubdur. Köhnədə olub. Ətin sümükdən ayrılması. Ondan sonra qəbrin üzərini götürülmüşlər qədimdə. Məsələn, 52 mərasimlər də İslamda yoxdur. Öldün, qutardı. Yas saxlama yoxdur. Ondan sonra başqa nələrsə var idi. Yəni bu kimi şeylər, məsəl üçün ağaca qırmızı bağlayırlar, dilək ağacı. O da şamanizmdən gəlir. Belə şeylər şamanizmdən gəlir. Yəni İslamla əlaqəsi yox. Hə dostlar, bu dərsimizin bu hissəsində artıq mən Asiya Hun dövlətindən danışmağı bitirdim. İndi keçirik qədim Çin, Hindistana. Hə, indi isə Çindən danışırıq dostlar. Çin Avrasiyada yerləşir, Asiyada, Asiyanın şərqində yerləşir. Bu hissədə yenə xəritədə qoyacağam Çinin ərazisini. Çin, deyək ki, ümumiyyətlə qədim dövrdə bir şeyi yadımıza saxlamaq ki, insanlar şirin su qaynaqlarının ətrafında yaşamaq üçün lazım olan şey nədir? Su qaynaqlarının ətrafında həmişə özlərinə bir yer qururdular ki, burada yaşayış var. Və Çin ərazisinin hansı çaylar axırdı? Yansızı və Xuanxi. Nəsə, orada Xuanxi çayı haqqında müxtəlif əfsanələr qoşulur. Min bir bəla, Çinin əzəli, nə bilim, belə bir şeylər. Hə, bizə lazımlı tarixlər nədir? Eradan əvvəl 3-cü, 2-ci minilliklərdə Çində erkən sivilizasiyalar meydana gəlir. Erkən sivilizasiyalar nədir? İbtidai ilə ki, mədəniyyətlər. Sivilizasiya mədəniyyətin bir qoludur. Və bu mədəniyyətlərin ardınca eradan baxın, burada bir dənə diqqətli olun. Yox, ora gəlməli. Eradan və 2-ci minillikdə Çində ilk dövlətlər meydana gəlir. İlk dövlətlər. İlk dövlətləri kimlər yaradır? Şan qəbilələri. Vahid dövlət demirəm, ha. İlk dövlətlər deyirəm. İlk dövlətlər eradan və 2-ci minillikdə meydana gəlibdir. Ondan sonra deməli, 2-ci minillikdə Şan qəbilələrindən danışır, sonra gəlir çıxır 6-cı əsrə. Dostlar, mədəniyyətin inkişafının nəticəsində artıq 6-cı əsrdə insanlar dəmirlə tanış olurlar. Dəmirlə tanış olma Çin mədəniyyət tarixində yeni bir dövr başladır və bunun nəticəsində eradan əvvəl 4-3-cü əsr Çində vuruşan padşahlıqlar dövrü adlanır. O yanında qeyd edeyim. 4-3-cü əsr. Və bu prosesin nəticəsində eradan əvvəl 221-ci ildə vahid dövlət yaranır. Sin Şuxandi bu vuruşan padşahlıqlar dövründə qalib gəlir, vahid dövlətin yaradır və Sin sülaləsi 206-cı ilə qədər hakimiyyətdə olur. İndi danışırıq biz Sin sülaləsinin dövründən. Deməli, ölkədə mərkəzləşmiş sistem yaradırlar, vahid qanun, vahid ölçü çəki yaradırlar. Çin tarixində ilk imperiya, vahid halda birləşmiş imperiya yaradırlar. Özünə müxalif olanlara qarşı sərt cəza tədbirləri həyata keçirir. Hunlularla kəskin mübarizə baş verir bu dövrdə və bu mübarizənin nəticəsində 214-cü ildə böyük Çin səddinin inşasına başlanılır. 206-cı ildə Çin sülaləsinin hakimiyyəti başa çatır. Bunlarda hakimiyyətə gəlir Xan sülaləsi. Eradan əvvəl 206-dan bizim eranın 3-cü əsrinə qədər hakimiyyətdə olub kim? Xan sülaləsi. Xan sülaləsinin dövründə dostlar diqqətli olmalıyıq. Mədəniyyətlə qarışıq deyə bilərəm biraz, çünki mədəniyyətdə də deyə bilərəm. Baxaram vəziyyətə. Xan sülaləsinin dövründə Hunlarla mübarizə davam edir. Mübarizənin nəticəsində Hunların döyüş taktikalarını qəşəngcə öyrənirlər, onlara qarşı mübarizəni genişləndirirlər. Eyni zamanda mədəniyyətləri inkişaf edir və Çin çevrilir nəyə? Vahid xalqa. Ona görə deyir, hələ də özlərini xan adlandırırlar onlar. Eyni zamanda boş qalmış torpaqların becərilməsi haqqında qərar verir. Yeni torpaqlar becərilir, məskunlaşma həyata keçirir.
Borcunu verə bilməyən uşaqları qula çevrilir. Bunu ərəblərlə oxşarlığını deyəcəm. Ərəblər Yunanistanda var, bir dənə də yerdə var idi. Elə, bildim bir dənə də var, nəsə elə bir yanıma gəldi. Nəysə, deyəcəm, nə olmuş? Mən də elə bildim şeydən qaldı. Monqol və Tibeti dedim Metidə. Dəqiq. Təki, gün baxacam ona. Dostlar, nəsə bunların bu daxili məsələlərdir. Daxili məsələlərdə bir də üsyanlar baş vermiş. Üsyanların səbəbi nə idi? Ağır vergi, quldarlığın zülmü, hərbçilər arasında və məmur arasındakı çəkişmə. Nəsə proseslərin nəticəsində ölkədə üsyanlar baş verir. 2 dənə üsyan olur. Bizi 1-ci əsr qırmızı, biri də 184 sarı. Bu qırmızı qaşlar üsyanın ətrafında əlavə məlumat vermir də və ətraflı məlumat vermir, amma sarımsaqlar üsyanı haqqında bizə normal məlumat verir. Sarımsaqlar üsyanında nə deyir bizə? 20 il davam edibdi, Çıjan qardaşları başçılıq edibdi, üsyanın özü məğlubiyyətlə nəticələnibdir. Lakin təsirin nəticəsində Xan sülaləsi 20 il sonra devrilib, parçalanıb, hökmdar ölüb. İndi bizdən soruşsa ki, soruşur hansı ki, sarımsaqlar üsyanı neçənci əsrdə yatırılıbdır? 3-cü əsrdə. Çünki 20 il davam edib, 184 plus 20, 204. Mənim riyaziyyatım səndən yaşda, bədbəxt. Bizim eyarı bəli. Eləmi? 164 dedim. Bu Xan sülaləsinin daxili fəaliyyəti. İndi keçirik Xan sülaləsinin xarici fəaliyyətinə. Bayaq əslində qarışdırmışdım orada, haqlısınız. Hunlardan 2 cümlə demişdim çünki. Hunlarla mübarizəni davam etdirir. Erməni 36, bayaq izah elədim. Qərbi Avropa, Asiya Hun dövlətini süquta uğradır. Eyni zamanda Koreyanı və Vyetnamın bir hissəsini öz ölkəsinə daxil edir, ərazisini genişləndirir. Ərazisini genişləndirir. Bu qədər. Məncə. İndi keçək mədəniyyətə. Bunlarda mədəniyyətdən danışanda birinci ağlıma Konfusius təlimi gəlir. Konfusius təlimi eradan əvvəl. Konfusius təlimindən haqqında geniş məlumata malik olmanız vacib deyil. Sadəcə Konfusius təlimi bilməlisiniz ki, Sin sülaləsi imkan vermədi şey olsun, istifadə eləsinlər. Amma Xan sülaləsi ölkənin əsas ideologiyasını çevirdi. Bunun səbəbi nə idi? Çünki ölkədə Konfusius təlimi deyir ki, sən Tanrıya, hökmdara tabi ol, nəsə belə bir şey dedi. O üçün vətəndaşları hökmdara tabi eləmək üçün Konfusius təlimindən istifadə edir. Və Xan sülaləsinin dövründə demək yadımdan çıxıb, eradan əvvəl 2-ci əsr Böyük İpək yolunun salınması, hansı ki bu işğalçı müharibələr həyata keçir. Bunun nəticəsində Çinin ticarət yolları birləşdirilir dünya ticarət yollarına. Sonraki dövrdə İpək yolu vasitəsilə Çinlilər işğalçı siyasətlərini davam etdirirlər. Buradan Azərbaycandan da keçir. Ümumiyyətlə, əksər hökmdar elə İpək yolu uğrunda müharibələr aparmışdı. Dostlar, indi mədəniyyətdən danışanda ağlıma gəlir ixtiralar. Bunlar ilk dəfə çaydan istifadə eləmişlər, ilk dəfə kompas yaratmışlar, ilk dəfə kağız yaratmışdılar. Kağız bizim eranın ilk əsrləridir, Xan sülaləsinin dövrünə düşür. İpək parça istifadə eləmişlər, İpək yolun adı ilə onun satışı ilə bağlıdır. O da Xan sülaləsinin dövrünə düşür. Ondan sonra bunların tarixlərinə Basım Atsyanın tarixi qeydlər əsəri var. Onu həmin dövrün Çinin deyir, Herodotu adlandırırlar. Sonra onların dağlar və dənizlər haqqında əsəri var. O coğrafi məlumatlar əldə etmək üçün böyük bir mənbə hesab olunur, qəşəng, fırlatdım, çıxdım. Sonra elmlərindən, yazılarından danışanda hieroglif yazıdan eradan əvvəl 2-ci minillikdə istifadə eləmişdilər. Bu da var. Sonra qullar barədə yoxdur, heç nə burada? Yox da qul. Sadəcə deyir, ələ keçirdilər, amma qullara nə deyir də yoxdur. Təqvim, bəli. Çünki dedim, bayaq dedim, yenə deyirəm, istənilən mədəniyyət yaratmış insanların öz təqvimi olmuşdu. Hərəsinin öz təqvimi var idi. O da ki, istər daşqınlarla bağlı olsun, istər gecənin gündüzün dəyişməsindən hər yerdə fərqli olduğu üçün özünə məxsus təqvimlər olmuşdu. Dostlar, videomuzun bu hissəsində isə çaşıb dəyəcəm 3 bulaqdan danışırıq. Videomuzun bu hissəsində isə Hindistandan danışırıq. Hindistanı yenə bu hissədə göstərəcəm xəritədə. Dünya tarixinin xəritəsini gətirəcəm. Bir dənə onu skoçlamalıyam. Skoçlayıb qoyacam bura, özünüz baxasınız. Hindistandan danışanda deyir ki, o da bayaq dediyim kimi şirin su qaynaqlarının ətrafında. Hind və Qanq çaylarının hövzəsində. Amma bunun coğrafi cəhətdən biraz əlverişli ərazidə yerləşir, çünki dağlarla əhatə olmuşdur.
Hindistan tarixindən danışanda eradan əvvəl 3-cü minillik birinci danışırıq Hindistanda şəhərlərin meydana gəlməsindən. Hindistanda bizə haqqında məlumat verilən şəhərlər Mohenjo-daro və Harappa şəhərləridir. Bu şəhərlər 3-cü minillikdə yaranıb, 2-ci minillikdə dağılıb. Nə tər dağıldığı bizə məlum deyil. Bu şəhərlərin hərəsinin özünə aid xırda biraz məlumatlar var. Birində su arxları, kanalizasiya sistemidir, o birisində 2-3 mərtəbəli binalar, sənətkarlıq imalatxanalar, daxmalar və s. kimi şeylər haqqında məlumat vermişdi. Baxın, 3-cü minillikdə eradan əvvəl Hindistanda ilk şəhərlər meydana gəlmişdi. Sonra eradan əvvəl 2-ci minillikdə Hindistan Ari tayfalarının köçünə məruz qalır. Ari tayfalarının köçünə məruz qalır. Arilər gəlir Hindistanda yerləşirlər. Sonra yerli əhali ilə qaynayıb qarışırlar. Köhnə kitabda bizə bir məlumat verir ki, bunun nəticəsində vahid Hind xalqı yaranmışdı, amma o məlumatı çıxardıblar. Kitablardan ehtimalən deyirəm ki, hansısa testdə qarşınıza çıxsa yazın da. Arilərin gəlişi ilə idi. Zarət tam da olur ki, yavaş-yavaş. Bundan sonra isə Hindistanda 2-ci minillikdə Arilərin gəlişindən sonra bu razələr var idi. Razələr tayfa başçıları idilər. Sonraki dövrdə razələr güclənirlər və eradan əvvəl 1-ci minillikdə Hindistanda ilk dövlətlər yaranır. Baxın, əziz abituriyent, eradan əvvəl 3-cü minillikdə Hindistanda ilk şəhərlər, eradan əvvəl 1-ci minillikdə Hindistanda ilk dövlətlər, eradan əvvəl 3-cü əsrdə isə Hindistanda vahid dövlət yaranır. İndi bunu qeyd edirik. Amma burada, məsəl üçün, vahid dövlətdən danışana qədər olan zamandan söhbət eləməliyik. Belə ki, eradan əvvəl 6-cı əsrdə Əhəmənlərin hücumuna məruz qalır. Eradan əvvəl 4-cü əsrdə, yəni 327-ci ildə İskəndərin yürüşünə məruz qalır. Əhəmənilər tutandan sonra 327-yə qədər İskəndərə qədərdir. Yəni Əhəməni canişinləri tərəfindən idarəolunur. İskəndər tam ələ keçirə bilmir, şimal-qərbini ələ keçirir. Səbəbi nə olur? Çünki Hindistanlılar müqavimət göstərdilər və döyüşçülər yorulmuşdu. Elə İskəndər buradan çıxandan sonra ölür. Yürüş eləmək istəyirdi ki, Mərkəzi Asiyaya alınmır, Çinə. Mərkəzi Asiya istiqamətinə gedə bilmir. Bu dəqiqə ölmürdü, 323 deyil, amma sonuncu demək olar böyük uğurlu səfəri bu hesab oluna bilər. Və bundan sonra İskəndərin ölümündən sonra bizə Marius ailəsi haqqında məlumat verir. Marius ailəsinin 2 dənə üzvü haqqında məlumat verir, Chandragupta və Ashoka. Chandragupta deyir ki, sadəcə bəzi vilayətləri ələ keçirmişdi. Əsas bizə lazım olan insan şəxsiyyət isə eradan əvvəl 3-cü əsrdə hakimiyyətdə olmuş kimdir? Ashoka. Ashokanın dövründə vahid dövlət yaranır. Ashokanın, Teomanın, Sinşuan dilinin oxşar xüsusiyyətidir ki, vahid dövlətə birləşmişlər öz ərazilərini. Ashokanın dövründə Buddizm dini himayə olunmuşdu. Ashoka islahatlar həyata keçirmişdi və islahatların 33 kitabədə nə eləmişdi? Nümayiş etmişdi. Digər formada cəmaatın gözünə soxmuşdu. Və Ashokanın ölümündən sonra, yəni 180-ci ildə, eradan əvvəl 180-də Marius ailəsinin hakimiyyəti başa çatır və bundan da Hindistan xırda dövlətlərə parçalanır. Bunun oxşarlığını deyirəm. Neçə idi demişəm? Yazmaya ehtiyac yoxdur. Böyük oxşarlıq deyil. Yaz ya da yaz. Yox, Çinlə oxşarlığını deyirəm. Eradan əvvəl 180 Hindistanda yaz ki, elə heç nə, başlıq yazma. Yaz ki, eradan əvvəl 180 Hindistan, bizim eranın 3-cü əsri Çin, oxşar xüsusiyyətidir ki, xırda dövlətlərə parçalanmışdır. Bu 180-dən sonra siyasi tarix haqqında məlumat vermir Hindistanlıların. İndən sonra mədəniyyətdən danışırıq. Mədəniyyətdən ya Allah. Bunlarda yaranmış dinlər, Hinduizm dini idi, Buddizm dini idi. Hinduizmin haqqında o qədər geniş məlumat verməyiblər. Eşitdəsən ilində çıxardıblar. Əslində bəli, eradan əvvəl 2-ci minillikdə yaranmışdı. Buddizm haqqında, 6-cı əsrdə yaranıb, bəli, Buddizm. Ashoka da Buddizmi himayə eləyib. Buddizmin yayılması Hindistanla Göytürk dövlətinin oxşar xüsusiyyəti ola bilər. Orada da parçalanma səbəb olmuşdu. Bəli, birinci Göytürk dövlətindən söhbət gedir. Mədəniyyətdən bunlarla qalmışdır. Riyaziyyat sahəsində bax 10 rəqəmli hesablamanı yaratmışdılar, asan hesab qaydasını, yəni sadə hesab qaydasını. 0 rəqəmini yaratmışdılar, doğrudur. Şahmat oyununu yaratmışdılar. Memarlıqda eradan əvvəl 3-cü əsrdə sütunlar vardı. Bunlardan biri 4 şirə heykəli idi, 4 dənə var 3-cü əsr, biri eradan əvvəl 1-ci əsr daşdan yolmuş darvaza var idi. Bunlar da uşaqlarda montaj vasitəsilə verəcəm. Bu dediyim məlumat Şumerlərə aiddir. Tağ şəkilli memarlıq istifadə olmuşdu. Bir sütunlar var idi. Sütunlar bunlarla oxşar xüsusiyyət ola bilər.
Tağ şəkilli memarlıqda Roma ilə oxşarlıq hesab oluna bilər. Şumerlərlə Romalıların oxşarlığı ola bilər. Bunlarda qullar var idi, kastalar var idi. 12-11-ci əsrdə kastalar yaranmışdı. 4 dənə kasta var idi. Şəkildə onların adı yazılıbdı. Yazı formasına çıxardıblar kastaların adını. Qulları yad düşmən adlandırdılar. Yenə müharibələr nəticəsində daha çox ələ keçirilirdi qullar. Bunların yazı mədəniyyəti haqqında geniş məlumatımız yoxdur, amma bilirik ki, bunların öz yazısı olub. Dama oyunu bunlar yaratmışdı, şahmat oyunu bunlar yaratmışdı. Dama oyununu Şumerlər, onu da bayaq yadımdan çıxıb deməmişəm. Riyaziyyatda kub şəkilli, kvadrat şəkilli köklər çıxardırdılar. O önəmlidir ki. Onu sən də onu deyirdin, hə? Bunlar yer kürəsini şara bənzədirdilər. Bayaq dediyimdə riyaziyyata aiddir, kub şəkilli, kvadrat şəkilli köklərin çıxarılması. Bunlar önəmli məlumatdır. Bunu nə ilə çaşdıra bilərlər? Misirdəki o dairənin üstbucağın trapesiyanın sahəsinin çıxardılması ilə bu məlumatı qarışdıra bilər uşaq. Nə edirsən? Riyazi biliyin var, savadsız. Dostlar, məncə bitdi. Beton Romadadır. Nə qanunlar topçusu? Vedan demədim, yox. Onu da deməliyəm, yorulmuşam, o başım çatmır. 5 dənə dərs izah yaxşı şey dönülmüş. Qocalmışam, bir ayda dərs izah, 2 ayda dərs izah. Nə qədər vaxt dərs izah eləmirəm? Axırıncı səfər iyunda sizə dərs izah eləmişəm sizə. Sizə yox, üzüstüm. Sağ. Dostlar, bununla da bugünkü ümumi tarix izahlarımız başa çatdı. Bu dərsimizdə 3 dənə mövzunu, Çin, Hun, Hindistan mövzularını izah elədim. Əgər bura qədər baxdınızsa, bəyənin, təhdid eləməyəcəm ki. Bəyənməlisiniz, amma yəni, valla pis çıxır, yoxsa. Rəy də yazmalısınız, hə? Yoxsa çəkməyəcəm sizə, indən sonra sizə izah yox. Bəyənməsəz, o birisi izah bu 10.000K bəyənmə gəlsə, o birisi izahı çəkəcəm. İzafət eləm. Bəyənin, paylaşın, özünüzə yaxşı baxın, cənnətə görüşək.